Yazırlar Həzrət Zəhra salamun əleyha ibadət edərkən gecələr onun daxmasından göylərə qədər bir nur parıldayır. Təbii ki, hər kəs bu nuru görmür. Baxın, belə hədislər deyəndə biz məcburuq bir müqəddimə verək, əgər vaxtımız imkan verirsə. Baxın, məsələn, deyir ki, İmam Hüseyn İslamın mübarək başı nicədə Quran oxudu. Hamı doğrudan bunu eşitdi. Ya İmam Hüseyn İslam kimin eşitməsini istəyirdisə eşitdi. Ya deyirlər ki, məsələn, Əli ilə Salamı aparanda Həzrət Zəhra salamun əleyha buyurdu ki, əgər əmoğluma sədmə toxundursanız, çadramı açıb nifrin edəcəm. Və Salman deyir ki, mən gördüm Mədinə məscidinin sütunları titriyir, mən o qədərini gördüm. Əmir əl-Mömin əleyhissalam isə mənə buyurdu ki, tez get Zəhraya dənən etməsin. Mən görürəm Mədinə iki tərəfdən Mədinə titriyir, dağılacaq. Həzrət Zəhra İsmət-i Kubradır. Yazırlar qiyamət günündə xanım məhşərə gələndə əmr olunacaq ki, yumun gözlərinizi. Xanım gəlir. Və Ayətullah Rəsulullah Cavadi Amlı buyurur ki, bu təşriyi əmr deyil. Yəni, ahirətdə təşriy yoxdur. Yəni, yumun gözlərinizi biri açsın, baxsın. Bu təkvini əmirdir. Yəni, görməyəcəksiniz. Onun məqamı, onun isməti maniədir bunun üçün.